Size ikinci bir videonu çəkirəm. Bu videonu da yine 30 may 2025-ci il çəkirəm. Sizə məşq elədiyim məkanı göstərmək istəyirəm. Bax, bura mənim hər gün gəlib turnik elədiyim, jim elədiyim, pres elədiyim yerdir. Sonra bura kitabxanadır. Bu böyük bina. Orada gedib kitab oxuyuram və sizə ümumi olaraq həyatımda elədiyim ikinci dəyişikliyi paylaşmaq istəyirəm. Bu dəyişikliyi hardasa belə deyərdim 6 ay falan öncə eləmişəm. Mən niyə görəsə fikir verdim ki, evdə istifadə eləmədiyim çoxlu paltarlar falan yığıb saxlayırmışam və istifadə eləmədiyim, yığıb saxladığım paltarlar olsun, əşyalar olsun, heç bir məntiqə sığmır və fikir verdim ki, həmin o boş olan, artıq olan, əşyalar mənim həyatıma mənfi təsir edir. Yəni qısacası boş-boş durublar orada, heç bir işə yaramırlar. Mən təbii geyindiyim hardasa belə deyək də 4 dənə, 5 dənə şalvar vardısa, mən niyə görə 10 dənə şalvarım olmalıdır və yaxud da tutaq ki 10 dənə tişört, köynək geyinirəmsə, mən niyə görə 20 dənə evdə tişörtüm olmalıdır. Bax, bütün bunların işığında getdim, araşdırma elədim, baxdım, istifadə eləmədiyim bütün köynəkdən tut, saroçka, şalvar və s. hamısını yığdım, apardım, verdim tələbələrə və özümü ondan sonra özümdə dəhşət bir rahatlama hiss edirəm və gələcəkdə bunu kitablar üçün də eləmək istəyirəm, amma kitabları oxuyuram. Kitabları oxuduğum üçün ola bilər kitabları vermərəm. Hə, bax budur. İnsanın beyni də, insanın həyatı da ehtiyacı olmayan düşüncələrlə, ehtiyacının olmadığı əşyalarla dolu olanda insan özünü ağır hiss edir. Çox ağır hiss edir. Ehtiyacımız olmayan düşüncə, məsələn, baxırsan ki, sənin qonşunun bir maşını var. Görürsən ki, maşının tutaq ki, bir şüşəsini qırıbdır, elə sürür də. Sən beynində fikirləşirsən ki, niyə görə elə sürür? Ona narahat olursan, onun üçün pis olursan, nə bilim, ürəyin sıxılır. Ondan sonra başqa bir adam tutaq ki, sənin haqqında nəsə pis bir şey dedi, yenə ürəyi sıxırsan və s. Yəni qısacası bu ehtiyacımız olmayan düşüncələrdir, ehtiyacımız olmayan paltarlardır və s. Onları kənara atanda müsbət hiss edirik. İndi evdə sadəcə həqiqətən istifadə edədiyim, sadəcə həqiqətən geydiyim paltarlar var. 3-4 dənə paltarımı saxlamışam, qalan hamısı gedibdir. Əşyalardan da 3-4 dənə əşya saxlamışam. İstifadə eləmədiyim bütün əşyalar hamısı gedibdir. Özümü o qədər rahat hiss edirəm ki, yəni belə bir şey var da, biz dünyaya heç nəsiz gəlirik. Ətrafımızda gördükcə şeyləri, maraqlı gələn nə vardısa, onu yığıb özümüzə qalaqlamaq istəyirik. Belə bir şey vardı. Yəni mən elə düşünürəm. Qalaqladıqca da bu bizim aclığımızı sakitləşdirmir. Aclığımızı məncə sakitləşdirən bir dənə şey ola bilər. O da yeni qabiliyyətlər öyrənmək. Yeni qabiliyyətlər, yeni təcrübələr yaşamaq. Bax, budur məncə. Yoxsa 200 dənə paltar aldım, yığdım ora. 500 dənə nə bilim şalvar aldım, 500 dənə istifadə eləmədiyim əşya aldım, yığdım ora. Bu nə işə yarayacaq? Nəysə, bunu paylaşmaq istəyirdim. Yenə bunu paylaşacağım bu kanalımda. Yəqin ki 5 il, 10 il sonra YouTube qalsa
girib baxaram ki, bax 2025 may ayının 30-u belə fikirlərim olubdur. Belə düşünmüşəm. Görək sonra nətər olacaqdır. Heç nə. Sizə məhəlləmizi də göstərəm. Bura bizim məhəlləmizdir. Burada bir mağaza var. Burada kod. Sonra binalar var. Velosiped yolu var. Orada velosipedlər var. Belə.